Doktor, övladım qəribə hərəkətlər eləməyə başlayıb, övladım qəribə səslər çıxartmağa başlayır. Mən bu məsələdən çox utanıram, çox narahatam. Hətta artıq müəllimlər və sinif yoldaşları belə bunu hiss eləyirlər və müəyyən bizə şikayətlər gəlir. Bax, bəzi valideynlər bizə övladlarını bu problemlə gətirirlər ki, uşaqda tiklər başlayıb, qeyri-iradi hərəkətlər, göz çırpma, burun qırışdırma, qəribə ağız hərəkətləri, çiyin atma, boynunu büzmə və eyni zamanda da vokal tiklər adlandırdığımız səslər yaranır. Uşaq bəzən qəribə heyvan səsləri çıxardır, boğaz səsləri çıxardır və bəzən hətta proktolaliya adlandırdığımız hətta söyüşlər də özündən qeyri-iradi söyləyə bilər. Bu problemlərlə yanaşı uşaqda əlbəttə ki, davranış problemləri də olur. Bu cür tikləri olan uşaqlar hiperaktiv olur, diqqətsiz olur, impulsiv olur, aqressiv olur, əsəbi olur, uşaqlarla yola getmir, daima davalar eləyir. Bax, bu bütün sadaladığım əlamətlər əgər sizin övladınızda varsa, çox güman ki, sizin övladınızda Turet sindromu var. Turet sindromu bir ailəvi genetik xəstəlikdir və ailə içərisində bəzi üzvlərində biz bu xəstəliyin əlamətlərini görə bilərik. Turet sindromu yaşı artdıqca bu problemin müəyyən əlamətləri çox ciddiləşə bilir və ağırlaşa bilir. Ona görə övladınızda elə ilkin mərhələdə qeyri-iradi səs və qeyri-iradi hərəkətlər görürsünüzsə, vaxtında müdaxilə edib problemi tam müalicə eləmək və saxlamaq mümkündür. Xəstəlik uzandıqca onu idarə eləmək daha çətin olur.